Salam, hər vaxtınız xeyir. Mənim əziz şagirdlərim, bu gün mən sizə isim 2-ci hissənin izahını verəcəm və biz qalmışdıq isimlərdən, ismin hallarında. İlk olaraq isimin adlıq halı haqqında gəlin danışaq. Adlıq hal nəyə deyilir? Adlıq halın heç bir xüsusi şəkilçisi yoxdur. Deməli, kim, nə, hara suallarından birinə cavab verir. Bura qədər adlıq hal asandır. Adlıq hal əsasən hər zaman yox, əsasən başlanğıc formada olur. Bəs yaxşı, başlanğıc forma nə deməkdir? Məsələn, kitab adlı haldadır, dəftər adlı haldadır və bunlar başlanğıc formadır. Kitab kök, kitab başlanğıc forma, dəftər və yaxud da kitabxana isimdir və adlı haldadır və başlanğıc formadadır. Kitab sözün kökü xana leksik. Biz demişdik, başlanğıc formada leksik daxil olmalıdır. Və yaxud da dəniz də adlı haldadır, dənizçi də adlı haldadır və başlanğıc formada verilir. Başlanğıc forma ilə kökü qarışdırmırıq. Və adlıq hal dedikcə əsasən başlanğıc formada olur və bəzən olmaya bilər. Dediyimiz kimi kitab adlıq haldadır və mən buna lar şəkilçisi gəlsəm belə bu cəm şəkilçisi onu adlıq haldan çıxartmır. Deməli, baxın, burada artıq başlanğıc formada olmadı. Çünki qrammatik şəkilçisi başlanğıc formaya daxil deyil. Və yaxud da deyirəm ki, kitab buna mənsubiyyət şəkilçisi gəlirəm kitabımız. Yəni burada da artıq onu başlanğıc formadan çıxarmış oldu. Amma mən desəm kitabxana, yəni leksik şəkilçisi artırsa, artıq bu söz başlanğıc formada olacaqdır. Leksik şəkilçisi başlanğıc formaya daxildir. Belə bir şey yazaq. Leksik şəkilçisi bərabərdir başlanğıc forma ilə 1-dir, amma qrammatik şəkilçisi başlanğıc formadan fərqli götürülməlidir. Yəni bu başlanğıc formaya daxil deyil. Deməli, adlıq hal dedik ki, cümlə üzvü olaraq nə ola bilər? Adlıq hal cümlə üzvü olaraq mübtəda ola bilər. Mübtədanın axı suallarını bilirik. Burada qısa danışacağam. Sintaksis bölməsində geniş danışacağam. Kim, nə və hara. Gəlin indi mübtəda olan adlıq hala aid nümunələr deyək. Məsələn, kitab mənimdir. Nə mənimdir? Bax, mənimdir xəbər, nə kitab. Gördünüz, burada nə sualına cavab verdi və cümlə üzvü olaraq adlıq hal oldu. Bu kitabdır dedikdə, baxın, burada da adlıq haldadır. Deyəcəksiniz, bəs müəllim, buradakıdır nədir? Dır xəbərli şəkilçisi. Bu demək deyil ki, o onu adlıq haldan çıxartdı. Amma burada adlıq hal başlanğıc formada verilməyibdir. Çünki başlanğıc forma kitabdır, qrammatikdir. Deməli, burada cümlə üzvü olaraq artıq nə oldu? Xəbər oldu. Daha sonra adlıq hal dedik ki, baxın, burada mübtəda oldu, burada xəbər oldu. Daha sonra adlıq hal həmçinin tamamlıqda ola bilər. Xeyr, yazırıq burada adlıq hal bərabərdir, tamamlıq ola bilməz. Çünki tamamlıq olanda artıq o şəkilçi qəbul eləmiş olacaqdır. Deməli, adlıq hal tamamlıq ola bilmir. Daha sonra adlıq hal həmçinin təyin ola bilər. Gəlin indi təyinə aid cümlələr deyək. Adlıq halın təyin olması üçün material bildirən isimlərlə işlənməlidir. Bunlar hansılardır? İpəkdir, daşdır, daha sonra taxtadır, yun, pambıq, dəmir, qızıl, gümüş kimi isimlərdir ki, bunlar təyin ola bilir. Hətta biz cümlədə çox vaxt çaşıb bunu adlıq halda götürmürük. Elə bilirik ki, bunlar sifətdir. Məsələn, deyirəm ki, gümüş qaşıqları gətir. Nə et gətir, nəyi, qaşıqları, hansı qaşıqları gümüş və şagird gümüşə çox vaxt sifət deyir, amma yadınızda qalsın, bu material bildirir. Gümüş nitq hissəsi olaraq isimdir. Amma burada sual olaraq sifətin sualına cavab verdi. Və yaxud da deyirəm ki, taxta qapı döyülür. Nəyidir? Döyülür. Nə? Qapı. Hansı qapı? Taxta. Burada da nitq hissəsi olaraq isimdir. Daha sonra yaza bilərəm ki, yun şalı hədiyyə etdim. Nə etdim? Hədiyyə etdim. Nəyi? Şalı. Hansı şalı? Yun. Və burada hansı sualına cavab versə belə, biz buna nə deyəcəyik? İsim deyirik. Yəni, yenə yadda saxlayırıq. Material bildirənlərin hamısı isimdir. Və yaxud da ipək parça bahalıdır.
Bax görürsüz, burada da adlı haldadır ipək sözü. Necə parça ipək? Deməli buradakı ipək də ismin adlı halında olacaqdır və material bildirən sözlər ismin adlı halındadır. Testlərdə bizdə nəyi çaşdırır? Yadınızda qalsın ki, ç üstü 4 şəkilçisi əsasən isim düzəlir. Əsasən yox, demək olar hər zaman. Bunlar məsələn əlaçı sözüdür, dənizçi sözüdür, daha sonra yalançı sözüdür. Hətta gözətçi sözüdür. Baxın, gözdən gözət və gözətdən də gözətçi yaranır. Bunların hamısı bir növ isimdir. Bəs bizdə imtahanda nə ilə çaşdırırlar? Məsələn, biz bilirik ki, dənizçi gəlir dedikdə, bu bir insandır. Kim? Dənizçi. Buna kim sualı veririk. Amma bəzən imtahanda bizi çaşdıra bilərlər və dəfələrlə də düşüb ki, əlaçı və yaxud da yalançı. Yalançı uşağa inanma. Və yaxud da əlaçı şagird gəldi. Uşaq sual verir, gəldi kim, şagird hansı, əlaçı. Uşaq bunu götürür, sifət edir. Bu yanlış qaydadır. Yəni bu sifət deyil. Yadınızda bir mənalı saxlayın ki, ç şəkilçisini gördünüzsə buna isim deyirsiniz. Yəni əlaçı da şagirdin bir növ peşəsidir. Necə ki dənizdə işləyən adamdırsa, onun peşəsi də sinifdəki şagirdin də bir növ vəzifəsi onun dərslərini əla oxumasıdır. Yalançı artıq özünə bir vərdiş götürübdür, yalan danışır. Yəni bu isim götürüləcək bunların hər birini. İndi isə gəlirik isimin yəli çalına. Yəli çal iki yerə ayrılır. Deməli, bunlar içərisində var müəyyən yəli çal və qeyri-müəyyən yəli çal. Müəyyən yəli çalın sualı, şəkilçisi var. Deməli, ın üstü 4 və yaxud da bitişdirici olanda da nın üstü 4. Burada nı bitişdiricidir. Sualı olacaq kim, in, nə, yin. Daha sonra bir də olacaq haranın. Amma qeyri-müəyyən yəli çalın şəkilçisi yoxdur. Sualı isə yalnız nə? Bunun nə sualına cavab verməsi, adlı kalla eyni suala cavab verməsi deməkdir. Bəs bizdə imtahanda bunu nə ilə çaşdıra bilərlər? Bir şeyi yadda saxlayın ki, müəyyən yəli çal konkretlik bildirir. Amma qeyri-müəyyən yəli çal qeyri-müəyyənlik bildirir. Məsələn, deyirəm ki, qapının səsi, bir də deyirəm, məsələn, sinif qapısının səsi. Qapının səsi deyəndə burada müəyyən bir qapıdan söhbət gedir. Bu müəyyəndir. Amma qapı səsi deyəndə, qapı səsi, artıq mən bilmirəm hansı qapıdan söhbət gedir. Və yaxud da müəllim çantası deyəndə hər bir müəllimin çantası nəzərdə tuta bilər. Amma müəllimin çantasını gətir deyəndə müəyyən bir müəllim nəzərdə deyirik. Yəni ın şəkilçisini harda gördünüzsə, burada konkretlik olduğunu deyə bilərsiniz. İndi isə gəlirik nəyə? Ən çox bizdə imtahanda nə çaşdıracaqlar? Məsələn, deyirəm ki, ananın laylası, bir də deyirəm ana laylası. Maşın təkəri, bir də deyirəm maşının təkəri. Bakı yolları və Bakının yolları. Və bizdə nə düşür? Deyir, altından xətt çəkilmiş söz hansı suala cavab verir? Bax, bu cürdə altından xətt çəkirlər və bizi çaşdıra bilərlər. Yadınızda qalsın ki, bax, burada ananın laylası. Sual verirəm, kimin? Daha sonra ana laylasını verəndə uşaq buna deyir kim? Axı ana kim sualla canlıdır. Xeyr uşaqlar. Burada qeyri-müəyyənlik var deyə qeyri-müəyyən sualı yalnızca nədir? Siz anıya burada nə deməlisiniz? Nə olsun canlıdır? Maşın təkəri yenə də nə suala cavab verəcək? Çünki qeyri-müəyyəndir. Maşının təkəri deyəndə isə nəyin sualına cavab verir? Bakı nə olsun məkanda? Burada Bakı hara sualına cavab verməz. Bakının sualı olacaqdı nə? Bakının, amma burada olacaqdı haranın. Deməli, burada artıq hal şəkilçisini artırdıqda sualı da dəyişmiş olacaqdı. Deməli, qeyri-müəyyən yəli çal. Ümumiyyətlə, yadınızda qalsın ki, yəli çal özündən sonra mənsubiyyət şəkilçisi qəbul edir. Məsələn, deyirəm ki, Azərin dostu
Gəldi. Gəldi. Kim? Azərin dostu. Bu görürsüz, yerli çal özündən sonra isim əlavə edirik və həmin isimdə də bu şəkilçi mənsubiyyət şəkilçisidir. Yəni yerlik nə deməkdir? Yerlik sahiblik məzmununu bildirir. Yerli aldan sonra mütləq mənsubiyyət gəlməlidir və özü ilə birlikdə qəbul etdiyi isimlə bir yerdə cümlə üzvü olur. Yerli çal deməli, tək başına da cümlə üzvü ola bilər ki, xəbər. Məsələn, deyirəm ki, bu Əlinindir. Əlinindir. Baxın burada Əli sözün kökü nin yəli çalın şəkilçisi, dır isə xəbərli şəkilçisidir. Deməli, yəli çal müstəqil şəkildə yalnız nə ola bildi? Xəbər ola bildi. Amma digər hallarda isə özündən sonra aid olduğu söz gəldikdə bunlar bir yerdə cümlə üzvü olmalıdır. Yəni burada çətin bir məqam yoxdur. İndi isə keçirik yönlü çala. Yönlü çalın şəkilçisi olacaq A üstü 2 və yaxud da ya yə.